Yəqin ki, bunu tanıdınız və bildiniz. Bax, bu nəticə də bizim bu Türklərimiz ki, Erməni, Yunandır, onların o qadınları ilə görüşürlər, evlənirlər. Bax, bu nəticələri görürsünüz də, yəni düşmançılıq yaranır. Bunun anası da indi gelib Türkün qucağında yatıb da, indi bugün başlayır Türkü aşağılamağa. Ay qardaş, bizdə nə günah var? Yəni bizdə günah var ki, hamımızda olubdu erməni qadını. Ona görə deyirəm, uzaq olmaq lazımdır. Nəticəsi pis qurtarır da. Bütün dünya ilə bunlar görürsünüz, deyirlər ki, bizi türkləşdiriblər. Gedib özləri Türkün qucağına atlanır. Sonra gəlir ki, bizi türkləşdiriblər. Bunları, bu Babaxanyan ki, deyir mənim familiyam, deməli, nəyə görə Babaxanyandır? Mən deyir, Babəkin nəslindənəm. Deməli, görün, gözünüz aydın, Babəki də erməniləşdirirlər. Babək deyil, Babakdır. Mənim familiyam ona görə Babakın familiyası, Babak nəslindənəm. Ona görə familiyam Babaxanyandır. Bax, bunlar indi hamısı belədir, yəni bu biri elə bu deyil. Bu günah bizdədir, əlbəttə biz çəkilib qırağda oturanda bunlar işlərini görürlər də. Bizim Yaşlılar Birliyidir, Akademiya, Elmlər Akademiyasıdır. Belə insanlar ona görə əmələ gəlir. Birinci, bu Babaxanyana istəyirdim, necə bu çatsın, buna desinlər, kimsə deyə bilər. Get bir Mofsis Xorenaçı ilə bir gör, nə yazıb səndən. Xaçik Daşdensdir, Rafi Samveldir, Yegishi Çarensdir. Bax, bunlar sizdən nə yazıb? Ermənidən yazıb ki, мы в утробе в матери рождаемся проститутками, ворами, предателями. Ona Yegishi Çarens deyir. Mofsis Xorenaçı nə desə? Biz Tanrı'nın yarattığı deyil, iblisin yarattığı. Mofsis Xorenaçı deyir ki, biz iblisin yaratdığıq da, yəni iblisdən olanıq, Tanrıdan yox. Bunu mən 90-cı illərdən deyəndə ki, bunlarda iblis, daxilində iblis yaşayır, biraz bilirsiniz, ayrı cürə başa düşürdülər məni. 90-cı illərdə deyildim ki, bunlarda iblis yaşayır da, bunlar insan deyirlər. Nəyə görə? Siz görmürsünüz da, bunlar Hristiyan deyirlər. Amma Hristiyanın birinci düşmanıdırlar. Hələ Müslüman qalsın. Bunları görürsünüz da, keşləri, o popları kilisədə o palatka geyinir da, yəni kapişonu niyə örtürlər üzlərinə? Sifətlərini gizlədirlər, üzlərini gizlədirlər. Fikir veribsiniz, dünyada hansı katolikdir, pravoslavdır, üzlərini kim örtür? Yəni Müslümanlar kimi özlərini örtür? Tanrıya xidmət edən, qulluq edən üzünü niyə göstərir? Bunlar üzlərini göstərir. Yəni bunlar sübut eləyirlər dünyaya. Bu Xorenaçı da deyil dünyaya bütün. O Roma papasını bilmirəm, qulağı, gözləri hardadır. Bilmir ki, bunlar iblisdilər. Bunların özlərinin Xorenaçı deyil, biz iblisdən olarıq. Ona görə yəni bu o kapişonundakı qoyurlar, üzlərini göstərirlər və altdan öz işlərini görürlər də, bilirsiniz də. Və onlar sübut edir ki, biz iblisin yaratdıyıq. Bax belə, sifətlərini gizlədirlər. Bugün ermənilər deməli şikayət edirlər ki, Xan kəndində, Qarabağda bizim nə qədər abidəmiz var, nə bilim. Qəbirlərimiz var, nəyimiz var, söksəniz, evlərimizi dağıtsanız, güya onunla erməni xalqı ölmür. Nə qədər bu insan səfehdir ki, bu sözü deyil. Birinci, siz axır nə millətsiniz? Siz qanunsuz əmələ gəlmisiniz bu dünyada. Qanunsuz Azərbaycanda yaşayırsınız. Qanunsuz dövlət yaradıb. Ruslar sizin üz-üzə deyir ki, biz sizə dövlət yaratdıq Azərbaycanda. Putin deyir ki, yadınızdan
Çıxıb hardan gəlmisiniz ay haylar, ay ermənilər. Bu üçün deyir, bu zaburiyyət qudub prişli, ha? Yəni bunlar axmaq deyir ki, Xan kəndində kilsəmizi söksəniz, bizim xristianlığımı əlimizdən ala bilməsinizdir. Belə düşüncə bunlarda hardandır? Nə xristian, ay bədbəxt, sən xristiansan. Erməni deyir ki, biz iblisdən varıq, bu deyir xristianam. Bu kilisə var, hamısı əlbəttə sökülməlidir. Nəyə görə sökülməlidir? Qanunsuz tikilib də bu. Bu adamın torpağı deyil, qanunsuz bu adam hansı dünyanın ölkəsində gedib qanunsuz bir yerdə, gedib Fransada tikin, icazə verərlər. Nəsə bir şey tikəsən, icazəsiz. Buna icazəsiz tikiblər Rusun vaxtından. İndi deyirlər ki, bu abidədir, nə bilim nədir. Görün. Yəni bax bu qədər istədim bunu deyəm. Bu xanımlardan, erməni xanımlardan türklər ümumiyyətlə uzaq durun. Nəticəsi pis qurtarır da, bax budur nəticəsi.